Salam dostlar, necəsiz? Ümidəm yaxşısınız. Bugün ayam nə deyirsin? Uşaqlıq dostlarımızdan görüşəcəyik. Hava qəşəngdir. Dedim bəlkə çiçəkli bir şey geyinim. Amma bir dənə sizə lapına baxın. Elə bir oğlanı yufqa geyindiriblər. Aslında mən yufqa geyinən biriyəm. Niyə belə düşünürəm? Yoxsa çökəlmişəm? Yox. Yox. Ayam çökəlməsin. Siz yufqa ilə əvəz edeyim. Görək necə olur. Yufqa mənim olmadı. Mən çökəlmişəm. Gəldiyimi bilirdim, amma bu dərəcə çökəldiyimi bilmirdim. Ay da çox pis oldu be. Acının tatlı köpəşini. Bax, hər gün deyirsən çökəlmişsən, mən deyirəm çökəlməmişəm. Çökəlmişəm. Qızlar yazıb Ayan hardasan? Cibimdə. Mən nə bilim Ayanı? Düşündüm ki, Ayan, çox yufqa geyinmək istəyirsən. Edib, sən nə gözəl şeysin. Məncə bunun üstündən aşağı gəzsin daha mərifətli olur. Elə daha mərifətli oldu, elə bil. Mamam videoya baxan deyəcək. Bunu niyə götürməmisən buradan? Mən evdən çıxdım, liftdə öz növdən baxdım, siz nəyə oxşadım? Dastanına gələcəm, mən də çox qəşəng olacaq. Siz nəyə əsəbləşirəm? Cidden otağa baxıram, evə gəlib necə yaşayacağım onu düşünürəm. Nəysə dostlar, sağ olun, öpdüm.